Dörd şey evə bərəkət gətirər. Birincisi, halal ruzi üçün çalışmaq, zəhmət çəkmək. O halal ruzi öz-özünə gəlməz. Onun üçün zəhmət çəkilməlidir. Səndən hərəkət Allahdan bərəkət deyilib. İkinci məsələ, o qazanılmış ruzini israf eləməmək. Qənaətlə onu saxlamaq. Bəli, yeyin, için, amma israf eləməyin deyib Qur'an-ı Kərim. Halal ruzinin qədrini bilək. Lazımsız əşyalar almayaq, lazımsız ehtiyaclar özümüz üçün beynimizdə düzəldib, pullarımızı boş-boşuna xərcləməyək ki, evin bərəkəti gedər. Üçüncü məsələ şükr etməyi bacarmaqdır. Qur'an buyurur, əgər siz çox şükr etsəniz, Allah Taala sizin nemətlərinizi artırar. Doğrudan da şükr etməkdə bir bərəkət var. Sən Allaha təşəkkür edirsən, Allah Taala da neçə bərabər sənin ruzini artırır. Və dördüncü məsələ düzgün xərcləməyi bacarmaq lazımdır. Bəzən insan elə bilir ki, mənim əlimdə olan pulu artıq mən xərcləməyəcəm. Yox, xərcləyəcəksən mütləq. Çünki saxlamaqla pul bərəkətli olmaz. Pul gərək xərclənə. Amma onu gərək düzgün yerdə xərcləməyi bacarmalıyıq.